Şair, xoş gördük səni. Bugün mayın 12-si günüdür, səndən görüşdük. Mən Kəlbəcərdən gəlirəm. Bilirəm, Sənə söyləmişəm, vətəndən də sənə Kəlbəcər salam ətırlı gətirmişəm. gəlmişsən. Var olasın Ayşər. Sən istəkli, yaxın bir dostsan, məndən ötəri. Bəli. Sən xalqımızın yaddaşında qalmış, yəni mənim düşüncəmdə Şair Sühətdən sonra Kəlbəcərli ləqəbini, Kəlbəcər adını daşıyan, yəni öz adından sonra adı daşıyan insanlardan birisin. Hər kəsin bu həyatda bir ləqəbi var, şübhəsiz ki. Amma sən üçün Kəlbəcər boyda böyük bir əhalinin, həmişə cəmiyyətimiz üçün xeyirli uğurlu insanlar yetişdirmiş böyük bir cəmiyyətin tanınmış bir simasısın. Bu məni çox sevindirir ki, bugünkü sənə bir məclisə ələşib, törək kəsib, söhbət eləmək məni çox həm sevindirir, həm duyğulandırır. Mən çox xoşam, çox sevinirəm. Və mənim simamda şairlər imamlara, peyğəmbərlərə, ümumiyyətlə bu dini kitablarda seçilmiş insanlara bərabər insanlardır. Çünki şairlər bizlərin bugünkü bu zamanada, bu dünyada gözlə görüb başa düşdüyümüz, yəni onu ifadə eləməyə çalışsaq, böyük bir roman yazar insanlar, ümumi həyatdan, amma şairlər elə bir istedada malikdirlər ki, onlar qısa bir cümlə ilə, qısa bir misra ilə nələrsə bizləri aşılayıb, ifadə edir. Sən hər bir yazdığın şeirin misrasında böyük bir məna, böyük bir atalar sözü var. Bugünkü bu ifadəni söyləyən insanla qarşı-qarşıya əyləşmək, ona vətənə salamını çatdırmaq. Sən Kəlbəcərdən gəlirsən, elə biləm Kəlbəcər ətindən gəlirsən. Sənə ki, məndən ötəri ən xoş arzudur, ən xoş istək. Sənə öpürəm. Allah qoy bizim əhalini həmişə var eləsin. İnsan doğrudan da öz yerin adını seçəndə bir qədər qürurlanar. Mən onu hiss eləyirəm. Yəni insan Kəlbəcərliyəm deyəndə yəni duyğulanmamalı. Yəni mümkünsüzdür. Kəlbəcərin doğrudan da hər bir sahədə seçilmiş insanlar olur. Hər zaman həm şair qismində, həm ölkədə nüfuzlu insan, bugünkü də Kəlbəcərlilər Respublika düsturlarını deyən insanlardılar. Yəni ucqar bir rayonda yaşayasan, amma ölkədə təmsil olmasan, bu ancaq mən düşünürəm ki, bu Kəlbəcərlərə aid olanlar. Düz vətəni bölmək olmaz, amma Kəlbəcər bir başqadır. Kəlbəcər öz məğrurluğunu qorudu, insanları ilə də, özü ilə də. Bu Allah həmişə bizim əhalimizi o Murov dağı qədər uzaq zirvəli eləsin. Çünki Murov dağı heç bir dağa bənzəmir, onların orada qar var idi. Bir şehirdə də var, deyil zirvəsi var, qar da var, dağlar bizim dağlar deyil. Heç bir dənə o dağdır ki, həmişə onun başında 10 ay zirvəsində qar olur. Bu Allah həmişə xalqımızın mənliyini elə uca saxlasın, sizinlə də bizim ümumi Kəlbəcərlərimiz. Sən də bu əhalinin bugünkü təmsil olunan insanlarından birisən. Ona görə mən bunu sana sağ olun. Çox sağ ol, çox sağ ol. Deyir, bugün Kəlbəcərə təzə qar yağıb. Torpağın, qarın da azad Kəlbəcər. Az qalıb ellərin köçək qoynuna, daha həsrətin azad Kəlbəcər. Sən əzəl olursan yazın gələndə, söz, qəzəl olursan yazın gələndə, çox gözəl olursan yazın gələndə, biraz ocağına uzaq Kəlbəcər. Yerini vermədi, üst tutduq hara, sənsiz ürəyimiz paradır para. Şair səxavəti ulu dağlara gətirdi düz ilqar. Uzaq Kəlbəcər. Bu günümüzə, o günümüzə şükür qaqam. Mən sizdən, mən düzdür ilk dəfədir bir süfrə başında əyləşir. Allah səni var etsin, sən çox dəyərli olursan. Təsbih çox olursan, Allah səni var eləsin. Yəni mən Kəlbəcərimizdə sənin kimi belə bir təsbih, belə bir gənc görəndə mənim də ürəyim dağladır. Allah səni var eləsin. Bir şehirdə deyim, həmişə deyirlər ki, gözəl gün ömürdən getmir, amma mən deyirəm ki, onun dəqiqəsinə, saniyəsinə kimi ömürdən gedir. Deyir, yaşadır insanı xoş arzu bilək. O şöhrət, o şanla ömürdən gelir. Həyat kədərdir mi qan tökənlərə? O qanla ömürdən gelir. Bağda qaldı cavanlığın eşqinə, kədər ömrün sevdiyinə, eşqinə. Tələsirik xoş məhəbbət eşqinə, sevdiyimiz can da ömürdən gelir. Dərdi çoxdur, torpağın da, daşın da,
aləm gətir gözlərimin yaşında. Ay aman, əyləşmişik gözəl sıfa başında. Saxalət bu an da ömürdən gedir. Bu anın, bu dəqiqənin Sağ olun. elə hər kimizin sağlığına, əmolun sağlığına. Sağ olasın.